109 min manata 2 otaqdan 3 otağa düzəlmə, təmirli və kubcalı dövlət ipotekasında olan mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Videomuzu sonadək izləyin ki, qallıq borcu, aylıq ödənişi, tam nəqd qiyməti haqqında da məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Abşeron rayonunda, Məhəmmədli Quruğunda, magistral yolun yaxınlığında, Bakı yaşayış kompleksində 10 mərtəbəli yeni inşa olunmuş binanın 6-cı mərtəbəsində ümumi sahəsi 85 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli və kubcalı mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir, lifləri işlək vəziyyətdədir, geniş həyəti mövcuddur, maşın saxlamaq üçün kifayət qədər ərazisi var. Binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzilin isitmə sistemi kombidir, sənəd kubcadır, tam təmirlidir və əşyalı olaraq satışa çıxarılıbdır. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Abşeron rayonunda, Məhəmmədli Quruğunda, magistral yolun yaxınlığında, Bakı yaşayış kompleksində, yeni tikili 10 mərtəbəli binanın 6-cı mərtəbəsində, ümumi sahəsi 85 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli və sənədi kubcu olan bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Əvvəldə də bildirdiyim kimi, mənzilin isitmə sistemi kombidir, sənədi kubcadır, mənzil tam təmirlidir və əşyalı olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzilin nəqd qiyməti 109 min manatdır. Mənzil hal-hazırda 4%li dövlət ipotekasındadır. Mənzilin qalıq borcu 48 min manatdır. Aylıq ödənişi 300 manatdır. Mənzil hal-hazırda kirayədədir, aylıq 430 manata. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.